Salam, hər vaxtınız xeyir olsun. 9-cu sinifin 1-ci bölməsi ilə davam edirik. My language, my identity. Mənim dilim, mənim kimliyim. Mətnlər verilib, mətnlər daxilində də yeni sözlər. Baxaq. Hi there. It's important to remember the language I grew up with because it helps me feel connected to my family and the country I come from. Hər kəsə salam. Büyüdüyüm dili xatırlamaq vacibdir. Çünki o mənə ailəmlə, eləcə də gəldiyim ölkə ilə bağlılığı hiss elətdirir. Connected bağlı, əlaqəli mənasını ifadə edəcəkdir. Speaking my mother tongue also helped me build a strong relationship with my relatives who speak the same language. Ana dilindən istifadə etmək həmçinin eyni dildə danışan qohumlarımla güclü bir əlaqə qurmağa da kömək edir. Relationship əlaqə mənasını bildirəcəkdir. Here I am learning English, but using my mother tongue gives me confidence because it's a part of who I am. Burada mən ingilis dilini öyrənirəm. Ancaq ana dilimdən istifadə etmək mənə inam hissi bəxş edir. Confidence inam mənasını ifadə edəcəkdir. Çünki o mənim kimliyimin bir hissəsidir. It's like having a special treasure that I can share with others while being proud of roots. Bu sanki başqaları ilə paylaşa biləcəyim, eləcə də köklərimlə qürur duya biləcəyim xüsusi bir xəzinə kimidir. Roots isə kök mənasını ifadə edəcəkdir. Davam edirik digər hissə ilə. Hi there, yes of course. Salam, hər kəsə, bəli, əlbəttə. It gives me a sense of belonging because it connects me to my family and the country I am from. O mənə bir bağlılıq hissi, aidiyyətlıq hissi, bağlılıq hissi bəxş edir. Çünki it connects me to my family and the country I am from. Çünki o məni ailəmlə, eləcə də gəldiyim ölkə ilə bağlayır. Being fluent in my mother tongue help me recognize and understand things better. Ana dilində səlis olmaq bir çox şeyləri daha yaxşı anlamağa, tanımağa və anlamağa kömək edir. It's like having a secret code that makes me feel at home. O sanki gizli bir kod kimidir ki, məni evimdə hiss elətdirir. Recognize, tanımaq, understand, anlamaq. Fluent, səlis, a sense of belonging, məxsusluq və ya aidiyyətlıq hissi. Speaking my mother tongue is essential for me. Ana dilində danışmaq mənim üçün essential, vacibdir, əhəmiyyətlidir. I proudly speak my mother tongue with my Azərbaycanlı friends. Mən Azərbaycanlı dostlarımla qürur hissi ilə Azərbaycan dilində, yəni ana dilimdə danışıram. Because it's like a warm hug from my home country. Çünki o, sanki ana vətəndən olan bir isti qucaqdır. And it makes me feel right at home. Və o məni tam da evimdəki kimi hiss etdirir. Belə, bu formada digər hissələrə gəldikdə isə sözlər verilibdir və biz bu sözləri definitionları ilə uyğunlaşdıracağıq. Baxaq. Birincidə connected. Connected bağlı, əlaqəli mənasını bildirəcəkdir. Feeling that you have nothing to do with people or things around. Ətrafındakı insanlarla və ya əşyalarla heç bir əlaqənin olmaması. A təbii ki deyil. B variantına gəldikdə isə feeling that you understand, like and are interested in someone or something. Kimisə və nəyisə anlayırsan və ya sevdiyini, maraq göstərdiyini hiss edirsən. Bu nə olacaqdır? B variantı. Çünki əlaqəli, bağlı mənasını ifadə edir. Relationship isə əlaqə. Əlaqə. The way in which two or more people feel and behave towards each other. Digər tərəfə gəldikdə isə the way how people act in a difficult situation. Deməli, confidence nə olacaqdır? Confidence deyirəm, relationship əlaqə mənasını ifadə edəcəkdir. The way in which two or more people feel and behave towards each other. İki insanı bir-birinə qarşı necə hiss etdiyi və yaxud da necə davrandığı hissidir. Relationship əlaqə. Bəli, A variantı uyğun olacaqdır. B variantında isə İnsanların çətin vəziyyətdə necə davrandığı bu tamamilə yanlışdır. Confidence inam. Feeling uncertain about yourself and giving up. Özünə inamın yoxdur, özünə əmin deyilsən və təslim olmaq istəyirsən və ya təslim olursan. Bu mənadır. B variantına gəldikdə isə feeling sure of yourself, özünə inanırsan
özünə inam var. And believing you can do things well. Və inanırsan ki, sən hər şeyi yaxşı edə bilərsən. Confidence, inam bir variantı. Roots kök mənasını ifadə edəcək. Necə kök? Yəni mənşə, kök bu mənada A variantı uyğun gələcəkdir. A sense of belonging aidiyyətlıq hissi, məxsusluq hissi. Feeling like you are from a different group or place. Başqa bir qrupa aid olma hissi və yaxud da ki, başqa bir yerə aid olma hissi. Feeling like you are part of a group or place və yaxud da ki, hiss edirsən ki, sən bir yerin və ya bir qrupun bir tərkib hissəsisən, ona aidsən. Doğru variantımız nə olacaqdır? Təbii ki, B variantı. Fərqli qrupa yox, müəyyən olmuş bir qrupa və ya bir yerə aidiyyətlıq hissidir. Fluent olacaqdır səlis, rahat mənasını ifadə edəcək. When a person is fluent, he or she can speak a language well and quickly. Əgər bir insan rahatdırsa və ya deyək ki, dili səlis bilirsə, o bir dildə yaxşı və cəld danışacaqdır. Elə A variantı doğrudur. Recognize isə deməli feildir, tanımaq mənasını ifadə edəcəkdir. Not to know someone, kimisə tanımamaq, xeyr, yanlış. B variantına gəldikdə isə know someone or something because you have seen or heard him or her experiences it before. Sən kimisə tanıyırsan və ya kimisə bilirsən. Çünki onu əvvəlcədən görmüsən, eşitmisən və ya nəyisə təcrübə etmisən və s. Bəli, B variantımız uyğun olacaqdır. Essential isə vacib, əhəmiyyətli mənasını ifadə edəcəkdir, adjectivedir. O da nə olacaqdır? A variantı. Necessary and needed. Çalışma 3-də isə biz yuxarıdakı sözləri yerinə qoyacağıq. Aşağı sağ küncdə deməli sözlər verilibdir. Gəlin baxaq. Bir də my dog and I have a special relationship. He is always happy to see me when I come from. İtimlə mənim aramda xüsusi bir əlaqə var ki, mən evə gəldiyimdə o həmişə məni görməkdən məmnun olur. Nə olacaqdır? Relationship. 2. I could recognize my friends even with her new glasses. Her smile is always the same. Mən dostumu onun yeni eynəyində belə tanıya bildim. Çünki təbəssümü hər zaman eyni idi. Recognize, tanımaq. 3-də eating fruits and vegetables is essential for staying healthy. Meyvə tərəvəz yemək sağlam qalmaq üçün vacibdir. Essential, vacib. At the family picnic, everyone felt connected because of the warm family atmosphere. Ailə piknikində hər kəs o isti, bu havaya görə bir-birinə bağlılıq hiss edirdi. Əlaqəli, bağlı, connected. After I practice riding my bike every day, I gain confidence. Hər gün velosiped sürməklə praktika qazandıqdan sonra, praktika əldə etdikdən sonra özümə inam qazandım. İnam, confidence. Celia is fluent in Spanish. She can have conversation with her Spanish friends. Celia İspan dilində sərbəst bilir, rahatdır. O İspanyalı dostlarla söhbət edə bilir. Understanding your cultural roots means knowing about the history of your family. Mədəni köklərini anlamaq, ailənin tarixi haqqında məlumatlı olmaq deməkdir. Burada da olacaqdır roots, kök və ya mənşə. Belə, birincidə relationship, ikincidə recognize, 3-də essential, connected 4-də, confidence 5, fluent 6, roots 7-də. Deməli, burada da qəşəng bir stat var, gəlin baxaq. Not knowing a mother tongue, not valuing it, certainly is a great fault in the eyes of the nation. Ana dilini bilməmək, onu dəyər verməmək, deməli, certainly is a great fault in the eyes of the nation. Şübhəsiz ki, millətin gözündə böyük bir qüsurdur. Heydar Aliyev, the national leader of the Azerbaijani people. When babies are born, the first language they hear is the mother tongue. Uşaqlar doğulanda onların ilk eşitdikləri dil ana dilidir. Even before they are born, babies can recognize voices, especially the mother voice. Hətta onlar doğulmamışdan qabaq belə səsləri tanıya bilirlər, xüsusilə də analarının səsini. This early connection is important for a good life and strong relationships. Bu erkən bağlılıq yaxşı bir həyat və güclü əlaqələr üçün vacibdir.
Your mother tongue, the language you hear after you are born, help you share your feelings and thoughts. Sen ana dilin, yani doğulandan sonra da eşitliğin dil, sənə his və düşüncələrini paylaşmağa kömək edir. Üzr istəyirəm. Studies show that kids who are good at their mother tongue learn and sing faster. Araşdırmalar göstərir ki, ana dilində yaxşı olan uşaqlar daha sürətli öyrənir və düşünür. Language is not just words. Dil sadəcə sözlər deyil. It's all about understanding culture. O həmçinin mədəniyyəti anlamaqdır. Your mother tongues keep your cultural traditions alive. Sənin ana dilin sənin mədəni köklərini, əlaqələrini canlı saxlayır. Knowing your native language will make you feel connected about yourself. Ana dilini yaxşı bilmək həmçinin sənə yaxşı hiss elətdirir, sənə özünü yaxşı hiss elətdirir. It gives you confidence and connect you to your cultural identity. O sənə inam hissi bəxş edir və səni mədəni köklərinlə, kimliyinlə əlaqələndirir. Knowing your history and cultural strengths your roots and give you a sense of belonging. Tarixini və mədəniyyətini bilmək sənin köklərini gücləndirir və sənə aidiyyətlıq hissi bəxş edir. Feeling connected is important for your emotion. Bağlılıq hiss etmək sənin emosiyaların üçün vacibdir. Your mother tongue help you connect deeply with your culture and community. Sənin ana dilin, sənin mədəniyyətinlə, eləcə də cəmiyyətinlə dərin bir əlaqə saxlamana, dərin bir kök salmana kömək edir. Studying in your mother tongue is important for thinking and understanding. Ana dilində təhsil almaq, düşünmək və anlamaq üçün vacibdir. Kids who study in their mother tongue the better in school and have more successful. Ana dilində təhsil alan uşaqlar məktəbdə daha yaxşı şeylər edir və daha uğurlu olur. If you are fluent in your mother tongue, have good relationship and writing skill, it is easier to learn in your language too. Əgər sən ana dilində səlissənsə, yaxşı oxu və yazı bacarıqların varsa, o zaman yeni bir dil öyrənmək də daha asandır. When I was studying teaching, I heard about water lily children. Mən təhsil alanda bir ifadə etdim. Water lily children, su zambağı uşaqları. These are kids who know many language but aren't really good at any. Bu deməkdir ki, uşaqlar bir çox dilləri bilirlər, amma onların heç birində yaxşı deyirlər. It's like having a flower floating on the water without strong roots. Bu sanki suyun üzündə üzən bir güllər kimidir ki, dərin kökləri, güclü kökləri yoxdur. The roots, like your mother tongue, help all the language grow strong. Həmin o köklər, hansı ki ana dilin kimidir, onlar sənə bütün dilləri daha güclü, yəni bütün dilləri daha yaxşı öyrənməyə kömək edəcəkdir. Bütün dillərin güclənməsinə kömək edəcəkdir. Some parents are so excited about their kids learning English. Bəzi valideynlər övladlarının ingilis dili öyrənməsindən dolayı həyəcan hissi keçirirlər. That they forgot how important it is for kids to be good at their mother tongue first. Ancaq onlar unudurlar ki, ilk növbədə uşaqların ana dilində yaxşı olması vacib, önəmlidir, necə əhəmiyyətlidir. It's like building a strong house. Bu sanki güclü bir ev tikmək kimidir. You need a solid foundation before adding more floors. Mərtəbələr əlavə etməmişdən qabaq sənin güclü bir bünövrəyə ehtiyacın vardır. Təmələ ehtiyacın vardır. Belə formada mətnimizi oxuduq. Davam edirik. Go hand in hand, əl-ələ, qol-qola, yan-bayan, to be closely connected with each other. Burada artikellar verilibdir. Deməli, baxaq. Hey Kate, I made a funny mistake in my Chinese lesson today. Salam Kate, bugün mən ingilis dilində gülməli bir səhv etdim. Oh no, Rashad, mistakes are not good. Yox, Rashad, səhvlər yaxşı bir şey deyil. You should be perfect in Chinese. Sən Çin dilində mükəmməl olmalısan. Yuxarıda da Çin dili dedim, ümid edirəm. Fikrimdə ingilis tutub, dilimə də ingilis gələr. Söhbət Çin dilindən gedir. Rashad, really? I thought making mistakes was okay. Məncə səhv etmək yaxşıdır. It helps me learn better. O mənə də yaxşı öyrənməyə kömək edir. Mistakes provide us with an opportunity to learn. Səhvlər bizə öyrənmə imkanı bəxş edir. No way, heç vaxt. Mistakes are embarrassing. Səhvlər utandırıcıdır. Everyone should be perfect from the start. Hər kəs başlanğıcdan gərək ki mükəmməl olsun. Rashad, but Kate, our teacher says it's normal to make mistakes when you are learning a language. Ancaq Kate, müəllimim deyir ki, yeni bir dil öyrənəndə səhv etmək normaldır.
It's part of the lesson learning process. Bu öğrenme prosesinin bir hissəsidir. Kate, well, I don't like it. Yaxşı, amma mən onu xoşlamıram. I want to be the best without any mistakes. Mən heç bir səhv olmadan mükəmməl olmaq istəyirəm. Rashad, but what if we learn from our mistakes and get even better? Bəs biz səhvlərimizdən öyrənsək, daha yaxşı olsaq necə? Isn't that good? Bu yaxşı olmazmı? Kate, I'm not sure. Əmin deyiləm. I still don't like the idea of making mistakes. Mən hələ də səhv etmək fikrini xoşlamıram. Rashad, let me check it on the internet too. Qoy bir mən onu internetdə də yoxlayım. You see, sən görürsən. The study says, araşdırmacılar deyir, mistakes and learning a language go hand in hand. Səhv etmək və yeni bir dil öyrənmək əlbə-əldir, yan-bayandır. Okay, then. O zaman yaxşı. Deməli, burada nədən söhbət gedəcəkdi? Artikellər verilibdi. Müəyyən və qeyri-müəyyən artikellərdən söhbət gedir. The article internet ifadəsi təbii ki də article ilə istifadə olunacaqdır. Daha sonra nə deyək? Of'dur. Of'un əvvəlində the article gəlibdir. Qeyd etmişdik ki, of özündən əvvəlki birləşməyə the article götürəcəkdir. Yeni sözlərimizdən go hand in hand ifadəsini oxuduq. Yan-bayan bir yerdədir və s. Bu iki mənanı ifadə edəcəkdir. Opportunity sayıla bilən isimdir deyə an article-dan istifadə olunubdur. Mistake sayılandır deyə yine article istifadə etmişik. Burada da neye diqqət yetirəcəyik? We use the indefinite articles a and an before a noun to refer non-specific things. Bəli, spesifik olmayan bir şeylərdə, yəni bir şey haqqında ümumi danışırıqsa, bu zaman biz qeyri-müəyyən artikeldən istifadə edəcəyik. Doğrudurmu? Tamamilə doğru. Və biz z artikelini isə spesifik şeylərdən danışanda istifadə edəcəyik. Qruplardan, şəxslərdən, əşyalardan danışanda və z artikel istər tək, istər cəm hər növ ismin qarşısında gələcəkdir. Üçüncüyə gəldikdə isə biz əvəzliklərdə qabaq artikel qəti və qəti surətdə istifadə etmirik. Ona görə olacaqdır false. Z və 130 artikelin qaydasını verib gəlin baxaq. Deməli, burada biz artikellardan tanış olacağıq. Artikellar haqqında bir-iki nümunələr verilibdir. Gəlin baxaq. Birinci başlayacağıq sağ üstündən. An article nə zaman istifadə olunur? Spesifik olmayan, ümumi əşya və şəxslər haqqında danışanda və onlar təkdədirsə, biz qeyri-müəyyən artikeldan istifadə edəcəyik. Məsələn, it's normal to make mistakes when you are learning a language. Dili öyrənən zaman səhv etmək normal bir şeydir. Language sayıla bilən isim olduğuna görə, language sözü ona görə qeyri-müəyyən artikeldan istifadə olunur. Digər cümlədə, it's a great opportunity to learn language. Dili öyrənmək, it is a great, böyük dilləri öyrənmək böyük bir şansdır, imkandır və s. Yenə sayıla bilən isim olduğuna görə qeyri-müəyyən artikellə devam etmişik. İkinciyə gəldikdə, əgər hər hansı bir əşya şəxs spesifikdirsə, konkret nədənsə danışılırsa, spesifik bir şəxsdən danışılırsa, bu zaman z-dən istifadə edəcəyik. İsmin tək və ya cəm olmasa elə bir əhəmiyyət daşımayacaqdır. Just let me check it on the internet. Gəlin onu bir internetdən yoxlayaq. İnternet spesifikdir. Nə istifadə etmişik? Let və z. İkiyə gəldikdə, let's ask the teacher and learn his opinion. Gəlin müəllimdən soruşaq, onun fikrini öyrənək. Məlum şəxsdən söhbət getdiyinə görə, spesifik olduğuna görə z artikelından istifadə olunur. Və isim artikelsiz də istifadə oluna bilər. Bu zaman isə ümumi mənada danışılır. Konkret istinad etmədiyinə, ümumi halda danışdığına görə isim cəmdə olsa belə z artikel istifadə olmayacaq. Biz bəzən deyirik ki, bəli, cəm isimlərlə z artikel istifadə olunur. Amma konkret olarsa, xüsusi halda biz z artikelini istifadə edərək ümumi məlumat veririksə, orada cəm ismin qarşısında z artikelini qoymağa ehtiyac yoxdur. Young learners are interested in learning language. Gənc öyrəncilər dili öyrənməyə maraq göstərirlər. Bu da ümumi halda danışdığına görə boşluq, sadəcə isim cəm formada gəlibdir. Digər tərəfə gəldikdə isə z artikelini işlənmə məqamlarından danışacağıq. Z artikeli yenə sağ üstünə baxacağıq. Spesifik hallarda istifadə olunur. Əgər demək isim müəyyəndirsə və ya konkret sözlərdən istifadə olunursa, konkret deyək ki, clause'lar
budaq cümlələr varsa, yəni bizə məlum olan hər hansı bir şey varsa, konkretlik varsa, biz the article-dan istifadə edəcəyik. Xüsusilə də cümlədə söz önü varsa, sözün əvvəlində gələn isim qarşısına the article-ını qəbul edəcəkdir. The reading in Unit 1. Unit 1-də olan reading nə haqqındadır? Ana dilinin əhəmiyyəti haqqındadır. The article. Və ya bəzi ifadələr vardır ki, onlar the article qəbul edəcəkdir. Məsələn, first sıra sayılarda, second, same, eyni ifadəsi, only ifadəsi, back, front, right kimi ifadələr vardır ki, onlar the article istifadə edir. Raymond is not the only one person to have this language condition. Hansı ifadə gəlib? Only ifadəsi gəlib. Qarşısında nə gətirmişik? The article gətirmişik. Və ya varlığı tək olan isimlərdən danışanda, onlar aşağıda hələ ki bunlar deyək, same ifadəsi yenə, same ifadəsi özündən sonra tək isimdə gətirə bilər, cəm isimdə gətirə bilər. They had the same problems, onların eyni problemləri var, same ifadəsi qarşısına the article götürübdür. Və ya müəyyən yerlərdən danışan zaman, bank, zoo, park, beach, sinema, post office və s. Müəyyən yerlərdən danışan zaman yenə biz də article-dan istifadə edəcəyik. Would you like to go to the cinema? Sinemaya getmək istəyərdinmi? Və ya a group of language learners get together in the park and practice English. Yenə park ifadəsi həm də burada in sözünü gəldiyinə görə sözündən sonra gələn ifadələr adətən the article qəbul edəcəkdir. Bundan əlavə üstünlük dərəcəsində olan söz. The most popular story. Üstünlük dərəcəsi. Varlığı tək olanlar sun, moon, earth the article qəbul edəcəkdir. The sun, the moon, the earth və s. Ən sonuncu hissəyə gəldikdə isə after a non-specific noun is introduced with a and some any, hər hansı bir isim, qeyri-müəyyən bir isimdən danışır ki, onlar gələcəkdir. Birinci qeyri-müəyyən artikellarla və ya some any ilə gələcəkdir. İkinci dəfə biz onun adını artıq çəkəndə o məlum olduğuna görə biz də article ilə davam etməliyik. Məsələn, she joined a course to learn Italian. İtalyan dilini öyrənmək üçün bir kursa qoşuldu. Qeyri-müəyyən deyə İkinci dəfə artıq the course desəm, adını çəkirəmsə məlum olur. Çünki əvvəlki cümlədə onu xatırlatmışdım. O zaman isə the article ilə davam edəcəm. The course was fun and interesting. Kurs əyləncəli və maraqlıdır. Digər tərəfə gəldikdə there is some money in my wallet. Pul qabımda biraz pul var. İhtiva məlumat verdiyim üçün sayılmayan isim olduğu üçün some'dan istifadə etdim. İkinci dəfə artıq pulun adını çəkəndə z olacaq. You can use the money to buy a dictionary. Lüğət almaq üçün həmin pulu istifadə edə bilərsən. Digər hissəyə gəldikdə isə konkret isimlər haqqında məlumat verilibdir. Konkret isimlər görüb, eşidib, toxuna bildiyimiz isimlərdir ki, əksər isimlərimiz də konkretdir. Burada Dunayt nümunələr gətiribdir. Books, kitab, butterflies, kəpənək, cousins və s. Hətta görünməyən şeylər belə konkret ola bilir. Məsələn, including air, havanı daxil edə bilərik ki, məsələn, külək deyə bilərəm konkret isimlər, musiqi eşidilə bilir və s. Konkret isimlər aid əlaqəli ola bilər canlılarla, living things, plants, people, other organisms və s. Və ya konkret isimlər məkanlarla bağlılıq təşkil edə bilər. Eləcə də hər hansı bir materiallar ola bilər. Deyək ki, məsələn, furniture, statue və s. Eləcə də hiss orqanlarımız vasitəsilə anladıqlarımız ola bilər. Məsələn, noise, səsləri eşitmə duyğusu vasitəsilə eşidirik və s. Abstrakt isimlərə gəldikdə isə, abstrakt isimlər isə, məsələn, emosiyalarımız, duyğularımız, inam, nifrət və s. Yəni, biz bunlara toxuna bilmirik, bunlar sayılmır, maddi isimlər deyil və s. Aşağıda da abstrakt isimlər müxtəlif qruplara bölünübdür. Emosiyalarla bağlı olanlar love, sevgi, enjoyment, başqa nə deyə bilərəm, xarakterlə bağlı olanlar beauty, gözəllik, confidence, inam və s. Vaxtla bağlı olanlar zaman ifadə edən sözlərdir ki, bunlar da abstrakt isimlərdir. Belə, ən aşağıda bir qaydamız da var. Bu da nə olacaqdır? Ümumiləşdirmə. Biz isimləri ümumiləşdirən zaman, yəni bütöv bir sinifə aid edən zaman ya həmin ismi cəmdə qoyacağıq, ya da ki, qeyri-müəyyən artikel verib, isim tək, xəbər tək olacaqdır. Hər iki halda isim ümumiləşmiş olur.
Məsələn, desək ki, bookworms don't usually watch TV, kitabsevərlər adətən televizor izləmir. Bu kitabsevərlər sinfini təmsil edəcəkdir, cəmdir. Amma onu qeyri-müəyyən artikeldən versəm, bookworm loves the idea. Kitabsevər ideyanı sevir. Hansı ideyanı? Müəllifin bir sözlə yaratdığı ideyanı sevir. Yenə bu da ümumi olaraq kitabsevərlər qrupunu, həmin o sinifi təmsil edir. Sadəcə olaraq tək də verilibdir. Yəni biz isimləri ümumiləşdirən zaman əgər cümlənin mübtədası funksiyasındadırsa, ya onu cəmdə qoyacağıq artiklsız, ya da ki qeyri-müəyyən artikl qoyub tək də qoyacağıq. Bəs yaxşı, sayılmayan ismi biz necə ümumiləşdirə bilərik, əgər o cümlənin mübtədası funksiyasındadırsa? Sayılmayan ismi ümumiləşdirən zaman isim olduğu kimi qalacaqdır. Niyə? Çünki o sayılmır deyə biz onun qarşısına qeyri-müəyyən qoya bilmirik. Sayılmadığına görə cəmiyyət edə bilməyəcəyik. Sadəcə belə deyəcəyik. Fun is not important for them. Əyləncə onlar üçün bir əhəmiyyət daşımır. If it is not related to books, əgər kitablarla bağlılıq təşkil etmirsə, fun burada olduğu kimi qaldı. Bəs cümlənin tamamlığını biz necə ümumiləşdirə biləcəyik? Cümlənin tamamlığını ümumiləşdirən zaman mübtədası funksiyasında onda qeyri-müəyyən artikl qoyduq və ismi cəmdə qoyduq. Tamamlıq olanda isə biz artıq bu situasiyada yalnız və yalnız ismi cəmdə qoyacağıq. Artıq bayaq yuxarıda dediyimiz kimi artikl qoymağa ehtiyac yoxdur. Tamamlığı ümumiləşdirən zaman isim cəm formada gələcəkdir. Mübtədadan isimləşdirən zaman cəm formada da gələ bilər, tək formada da. You always enjoy visiting bookshops and libraries. Burada bookshop, library ümumi mənada istifadə olunduğuna görə cəm gəlir. Eləcə də sayılmayan isimləri ümumiləşdirdiyimiz zaman yenə o isimlər tamamlıq funksiyasında da olsa, mübtəda funksiyasında da olsa olduğu kimi qalacaqdır. They get pleasure from books only. Onlar yalnız kitabdan zövq alırlar və s. formada istifadə olunacaq. Və gəlirik çalışmasına. Ya ya ən ya da z artiklı ilə davam edəcəyik. Bir də she has book sayıla bilən isim olduğuna görə an interesting book deyəcəyik. İkidə sadəcə moon, sun, z artiklı ilə istifadə olunur. Və biz onun qarşısına təsvir edici təyin qoyduqda the bright moon, həmin parlaq ay səmada parıldayırdı. The bright moon. Digər tərəfə gəldikdə in the sky. Üçe geldikdə they adopt a playful puppy from sözünü özündən sonra z artiklı qəbul edəcəkdir. Dördə gəldikdə the teacher told us. The teacher told us. Niyə edimirik? Hər hansı bir müəllimdən söhbət getmir. Məlum müəllimdən söhbət gedir. The teacher told us a fascinating story about ancient civilization. Qədim sivilizasiya haqqında heyrətamiz bir hekayə danışdı. 5-də she has a beautiful painting. She has a beautiful painting of a flower on his wall. Can I have a slice of? Deməli, a slice of ifadəsi təbii ki, qeyri-müəyyən artikldan istifadə olunur. We saw an impressive waterfall. Cəlb edici bir şəlalə gördük. Bir mənasını ifadə edən an artiklı. 8-ə gəldikdə isə yenə məlum bir şəxsdən söhbət gedir. Məktəb kitabxanaçısı. Z deyəcəyik. Məsləhət gördü nə? Bir kitab. A fantastic book. Yenə qeyri-müəyyən artikldan davam etmiş oluruq. Digər tərəfə gəldikdə isə learning several languages at the same time can be fun. Eyni anda bir neçə dili öyrənmək əyləncəli ola bilər. Imagine you want to learn a new language. Təsəvvür elə ki, sən yeni bir dil öyrənirsən. Artiklı. You start with books in your hand. In sözünü gəldiyinə görə artıq z artiklı ilə davam edək. You start with a book. Əlindəki bir kitabda, əlindəki həmin kitab. Əlindəki bir kitabla başlayırsan qeyri-müəyyən. Əlindəki hər hansı bir kitabla başlayırsan və yaxud da ki, telefondakı hər hansı bir proqramla başlayırsan. Burada sırf telefonda olan məlum proqramdan və ya əlində olan hər hansı bir məlum bir kitabdan söhbət getmir. Hər hansı bir kitab haqqında biz deyirik. Ona görə əllə davam edəcəyik. You read
words from the book you read. Deməli, 7-yə gəldikdə isə you read the words from the book. Artıq məlum olduğuna görə Z-yə keçdik. Həmin kitabdan sözləri öyrənirsən, məlum olduğuna görə. Hər iki tərəfdə Z article ilə davam edəcək və həmin proqramdan səsləri öyrənirsən. Yenə ikinci dəfə adın çəkdiyinə görə Z ilə davam edəcək. Və tez bir zamanda daha çox inam qazanmış olursan. Now, let's say you want to learn another language. You find başqa bir dili öyrənmək istəyəndə isə sən həmin dildə danışan bir dost tapırsan. Bir mənasında qeyri-məna artikel olacaqdır. Və ya bir website tapırsan. Yenə ilk dəfə məlumat verikdə qeyri-məna artikeldən davam edəcək. Ona gəldikdə isə sən eyni metoddan istifadə edirsən. Same qarşısında Z gətirəcəkdir. Oxumaq, danışmaq, dinləmək və s. You continue learning and soon you can speak not just one but two language. Sən deyir öyrənməyə davam edirsən, tez bir zamanda isə bir yox, iki dildə danışmış olursan. It's like opening a door to new worlds. Bu isə yeni dünyaya açılan bir qapı kimidir. Həmin qapı yox, bir qapı. Deyəcəkdir, qeyri-məna artikel. 12-yə gəldikdə the process of discovering words ofun əvvəli Z qəbul edəcəkdir. 13-də isə sonra isə sən öyrəndiyin dilləri müqayisə edirsən. Hansı dillər öyrəndiyin məlum olduğuna görə yenə Z ilə davam edəcək. Each language is like a colorful piece in the puzzle of your knowledge. Və hər dil sanki bir puzzle hissəciyi, rəngarəng hissəciyi kimidir, bir hissəciyi kimidir dediyinə görə yenə qeyri-müəyyən artikeldən davam etmiş olduq. Belə. Yeni sözlərimizdən accident, qəza, go into shock, şoka düşmək, speak Spanish fluently, İspaniya ilə səlis danışmaq, remember, xatırlamaq. Davam edirik digər hissə ilə. Deməli, başlıq, mətni oxuyub başlıq seçəcək. A variantında has a problem among most footballers, əksər futbolçular arasındakı sağlamlıq problemləri. B variantında a liar with no memories from the past, keçmişdən xatirəsi olmayan bir həyat. C variantında a football player Spanish surprise, bir futbolçunun İspan təcrübəsi. The best footballer match for Ribbon. D variantında bunu ifadə edəcək ki, Ribbon üçün ən yaxşı futbol maçı. Oxuyaq görək nədən bəhs edir. Ribbon was playing for a young footballer team in Georgia when the unfortunate accident happened. Deməli, bədbəxt hadisə baş verəndə Ribbon Gürcüstanda bir futbol komandasında oynayırdı. A player from the other team accidentally kicked Ribbon in the head. Digər komandadan olan bir oyuncu Ribbon'un başından təpiklə vurur. The injury was serious and Ribbon went into the shock. Qəza ciddi idi və Ribbon şoka düşür. His friends and family took him to the hospital to make sure that he was okay. Onun dostları və ailəsini xəstəxanaya aparır ki, əmin olsunlar ki, hər şey yaxşıdır. He fell into a deep coma, dərin bir komaya düşür. After several days, Ribbon woke up. Bir neçə gündən sonra Ribbon oyanır. But something very surprising happened. Ancaq təəccüblü bir şey baş vermişdi. He said, I'm hungry in Spanish. O İspan dilində dedi, mən acaq. Ribbon mom told the nurse. Ribbon anası tibb bacısına deyir, we speak English. Biz ingiliscə danışırıq. Why is he speaking Spanish? Nə üçün İspan dilində danışır? It was like a puzzle. Bu bir puzzle kimidir. Ribbon could only speak a little Spanish before, but now it was his main language. Əvvəllər İspan dilində sadəcə bir neçə söz danışa bilirdi. İndi isə onun əsas dilidir. Ribbon thinks he's probably picked up the language from his brother who studied abroad in Spain and some of his teammates who are fluent Spanish speakers. Ribbon düşündü ki, o bu dili xaricdə İspaniyada təhsil alan qardaşından götürdü və ya komandasında olan İspan dilində danışan komanda yoldaşlarından alındı. Ribbon describes speaking Spanish as a strange but enjoyable. Ribbon İspan dilini qəribə ancaq xoşa gələn təsvir edirdi. After a few days, bir neçə gün sonra, Ribbon's English came back. Ribbon İngilis dilisi geri gəlir. But he can still speak some Spanish. Amma o biraz da olsa İspan dilində danışa bilirdi. Soon, Ribbon's story became one of the most popular stories on the internet. Tezliklə Ribbon hekayəsi internetdə ən məşhur hekayələrdən birinə çevrilir. It turns out that Ribbon is not the only person to have even woken with the mysterious language condition. Sonra məlum olur ki, Ribbon yeganə adam deyil ki, belə qəribə dil hadisəsi ilə oyanan.
There is a condition called foreign accent syndrome where people start talking in different accent usually after some head trauma. Bu hal xarici aksent sindromu adlanır ki, insanlar baş travmalarından sonra fərqli dillərdə danışmağa başlayırlar. The first case of this happened in 1941. İlk dəfə 1941-ci ildə baş vermişdi. Bir Norveç qadının başına gəlmişdi ki, hansı qadın bombardman zamanı yaralanır və o artıq İspan aksenti ilə danışmağa başlayır. Burada da nə ilə geri dönüş edə bilərik? Bir futbolçunun İspan sərgüzəşti. Təbii ki, C variantı uyğun variant olar. Davam edək digər hissə ilə. Artikellara diqqət yetirəcəyik. We use there with a specific noun. Biz yeni spesifik isimlərlə istifadə edirik. Baxaq. Bizə false lazımdır. Aha, hansı false'dur? Spesifik isimlərlə istifadə edə bilərik. The injury, the hat, the nurse, the language, the internet, the only person. Spesifik isimlər var. Bir variantına gəldikdə only one of bir şeydən tək bir dənə olanda the article'ından istifadə edirik. Burada elə the only ifadəsi. Məsələn, the internet bir dənə. The only person the article'ından istifadə olunub, doğru. We use the with a non-specific noun. Bu yanlışdır. Spesifik olmayan bir şeylərlə z yox, qeyri-məna article istifadə olunacaqdır. D variantında üstünlük dərəcəsindən z istifadə olunur. Bu da doğrudur. Burada da artikelları düzgün şəkildə yerinə qoyacağıq. Varlığı tək olan isim the sun, D ilə geri dönüş edəcəyik. I place my books on the shelf at the back of the room. Ofun əvvəli z qəbul edəcəkdir. Və məlum rəfdən söhbət getdiyinə görə yenə z ilə geri dönüş edirik. 3. A new student joined our class today. Bugün sinifimizə yeni bir tələbə qoşuldu. Artikel'la davam edəcəyik. Yesterday, I saw a red balloon in the sky. Səmada qırmızı bir şar gördüm. Səma sözü varlığı tək olduğuna görə z, digər tərəfdə e ilə davam edəcəyik. Today, I saw the same balloon again. Same ifadəsi də z ilə istifadə olacaqdır. We are going to have a picnic. Piknik edəcəyik. Harada ofun əvvəlinə yenə gətirib z qoyacağıq. Deməli, the seaside. 6-ya gəldikdə the best part of my day, günümün ən yaxşı hissəsi, ofun əvvəl edəcək, üstünlük dərəcəsi olduğuna görə z ilə davam edəcəyik. İkinci tərəfə gəldikdə isə when I have a delicious snack, təsvir edici təyin olduğuna görə article qeyri-məna. 7-də let's play in the park. Məkan ifadə edən sözlərlə qeyd etdikdə z article istifadə olunacaqdır. On the left side of our school, məktəbin sol tərəfində, sol yanında olan parkda. Yenə z article olacaqdır. On the left, on the right. Bunlar z article ilə istifadə olunur. 8-ə gəldikdə the easiest math problem, ən asan riyazi problem, üstünlük dərəcəsi olduğuna görə z ilə davam edəcəyik. İkinci hissəyə gəldikdə isə at the end of ifadəsindən istifadə edirik. Yenə tapşırıq məlum olduğuna görə z. 9-a gəldikdə look at the rainbow, göy qurşağına bax, məlum olduğu üçün z və söz öndən sonra z, yağışdan sonraki göy qurşağına. 10-a gəldikdə on the way to school, məktəbə gedən yolda I saw, yenə bird, egzotik bir quş gördüm, bir mənasını ifadə edən ən olacaqdır. Harada? Ağacda. Sözünü sözündən sonra z artikelini gətirib qoyuruq. Belə. What do you like most about this book? You know, I love learning language. The first unit in this book. In sözünü varsa, eləcə də sıra sayı varsa, özündən əvvələ z qəbul edəcəyik. Birinci də z olacaqdır. I also like this book. The picture in the unit, bölmədə olan şəkillər. In sözünüdürsə, sözündən əvvələ yenə z qoyacağıq. Are very colorful and digər tərəfə gəldikdə informasiya məlumdur. Unitdə olan informasiyadan söhbət getdiyinə görə z ilə davam edəcəyik. The information is interesting. It also includes, həmçinin daxildir nə? Bir proqram daxildir. Əyləncəli oyunları, a lot of, çoxlu əyləncəli oyunları olan bir proqram da daxildir. Ən sonuncu hissəyə gəldikdə I think it's the right book. Necə bu elə düzgün, doğru bir kitabdır, düzgün seçimdir.
Deməli, right, the left bunlar da qarşılarına z artikli alacaq deyə bu formada davam edirik. Tribe qəbilə olacaqdır. A group of people who live together. Bir qrup insanın birlikdə yaşaması, eyni adət ənənəyə sahib olması. Jungle, cəngəllik. A wild and thick forest with many trees. Çoxlu ağacları olan sıx və vəhşi bir meşə və yaxud da bitkiləri, heyvanları olan. Digər hissədə də sözləri düzgün şəkildə yerinə qoyacağıq. I have a good with my best friend. Mənim dostumla yaxşı bir əlaqəm var. Bir də təbii ki, relationship ifadəsi olacaqdır. We play and talk together every day. Hər gün birlikdə oynayır və ya söhbət edirik. The head of the tribe, yox, the head of the, okay, qəbilənin başçısı. The head of that tribe made important decision for the well-being of everyone. Qəbilənin başçısı hər kəsin rifahı üçün mühüm bir qərar verdi. Each person has their own, hər bir şəxsin özünün öz kimliyi vardır. Identity ifadəsi olacaqdır. Digər tərəfə gəldikdə, when I am with my classmates, mən dostlarımla olanda, I feel a sense of belonging. We are like a big family. Mən bir məxsusluq, aidiyyətlıq hiss edirəm. Biz bir ailə, böyük bir ailə kimiyik. Nə olacaqdır burada? Təbii ki, sense ifadəsi. Digər tərəfə gəldikdə isə bir ifadəmiz qaldı, o da olacaqdır jungle. The jungle is full of tall trees and wild animals. Cəngəllik, hündür ağaclarla, vəhşi heyvanlarla dolu idi. I learned about it in school. Mən onun haqqında məktəbdə öyrənmişəm. Ən sonunda da olacaqdır jungle, cəngəllik. Bir də relationship, əlaqə, 2 tribe, qəbilə, 3-də identity, kimlik, 4-də a sense of belonging, aidiyyətlıq hissi, 5-də jungle, cəngəllik. Çalışma 2-də də aşağıda yerinə qoyacağımız düzgün ifadələr verilibdir. Deməli, gəlin bir-bir tanış olaq. Bir də Sarah felt a strong connection with her new friends at school. Qarşısında strong adjective gəldiyinə görə bizə nə lazımdır? İsim forması. Connect, əlaqələndirmək. İsim forması connection olacaqdır. Playing games with friends, dostlarla oyun oynamaq is always enjoyable. Hər zaman xoşa gələndir, zövq verəndir. Enjoyable ifadəsi təbii ki, to be-dən sonra adjective gətirəcəyik. Çünki qeyd etmişdik ki, to be link verb-dir. Link verb özündən sonra adjective qəbul edir. 3-də Yusif's apostrof s varsa bizə isim lazımdır. Confident inam deməkdir. İnamlı deməkdir. İnam forması, isim forması confidence olacaqdır. Yusifin inamı getdikcə artırdı. Nə zaman? Velosipedi sürüb məşq etdikcə. Confidence ifadəsi. 4-ə gəldikdə the teacher asked everyone to be patient. Səbirli olmağı xahiş elədi hər kəsdən. Müəllim hər kəsdən səbirli olmağı. Yenə to be olduğuna görə bizə adjective lazımdır. Səbirli ifadəsi də təbii ki, patient olacaqdır. Mötəzi içərisində verilən patience o isim formasıdır. Sadəcə səbir deməkdir. 5-də Maria can speak Spanish. Speak əsas fiildir. Əsas fiildir isə bizə adverb lazımdır. Fluent sifətdir. Ly artırır, fluently adverb olacaq, zərf olacaqdır. Maria İspan dilində səlis danışa bilirdi. O zaman ly zərflə geri dönüş etdik. After finishing the puzzle bitirdikdən sonra Aslı John was happiness, xoşbəxtlikdən, sevindiyindən atılıb düşdü. Və dedi, I did it, mən onu etdim. Söz önü gəlib, söz önündən sonra bizə nə lazımdır? İsim, happy, xoşbəxt. İsim forması happiness olacaqdır. Burada da doğru olan ifadələri seçəcəyik. Nuray is the most patient person, ən səbirli insandır. Üstünlük dərəcəsi zəynə istifadə olunacaqdır. In our class, Tim as only person, an only person ailənin tək övladıdır. Mənası ifadə edəcəkdir. O zaman the only person bu mürəkkəb riyazi hesablamanı həll edən yeganə tək insandır. Yeganə tək mənasında the only person. Ailənin tək övladı isə o zaman an only persondan davam edə bilərdik. 2-də 1. The teacher told us an amazing story. Heyrətamiz bir hekayə danışdı. Hər hansı bir hekayə dediyinə görə qeyri-məna artikeldən geri dönüş edəcəyik. Digərinə gəldikdə isə when the moon is full. Ay bütöv olanda.
Deməli, varlığı tək olan isimdir. O da yenə Z ilə davam etmiş olacaqdır. Digər mətnimizə gəldikdə isə The British are famous for not speaking foreign language. Britaniyalılar xarici dildə danışmamaqları ilə məşhurlar. According to a survey published by the European Commission, the British are officially üstünlük dərəcəsi worst var deyə Z ilə davam edəcəyik. Birəsi the worst language learner in Europe. Avropa Komissiyası nəşr etdiyi bir araşdırmaya görə Britaniyalılar Avropada ən pis öğrencilərdir. Xarici dil öğrencilərdir, ümumiyyətlə. Let's look at some statistics. Gəlin statistikalara baxaq. 62% of people can't speak the other language apart from English. Ahalinin 62%i İngilis dilindən başqa bir dildə danışa bilmirlər. 38% of Britons speak at least one foreign language. 38% isə ən azı bir xarici dildə danışa bilir. 8% of people speak two, 18% iki, and only 6% of the population speaks three or more language. 6% isə 3 və daha artıq dil, 3 və daha artıq dildə danışa bilirlər. Learning a new language, yeni bir dili öyrənmək, is not popular at school in Britain. Britaniya məktəblərində məşhur bir hal deyil. In UK school, it's common for children to start studying a foreign language at the age of 11. Britaniya məktəblərində uşaqlar xarici dili 11 yaşında öyrənirlər. Yəni 11 yaşında öyrənmək adi bir haldır. And many students give up learning language və 14 yaşında isə bir çox öğrencilər xarici dil öyrənməkdən tamamilə imtina edirlər. B variantı. Burada dedik ki, at the age of 8. A study suggests that students think that it's more difficult. Araşdırmalar göstərir ki, tələbələr düşünür ki, çox çətindir. Nə? 6. To get good grades, B variantı, in language than in other subject, such as science and history. Araşdırmalar göstərir ki, şagirdlər düşünürlər ki, başqa bir fənlərdən, tarixdən, eləcə də təbiət dərsindən qiymət almaq deməli more difficult. Xarici dillərdən yaxşı qiymət almaq digər fənlərə nisbətən daha çətindir. Bu fənlər də daxildir, elm və ya tarix dərsləri və s. The British government is now looking at different way to improve language learning at school. Britaniya hökuməti isə indi məktəblərdə dil öyrənməni yaxşılaşdırmaq üçün müxtəlif yollar axtarışındadır. One day is to start too much younger. Bir fikir var ki, dil öyrənməyə daha erkən yaşdan başlamaqdır. There are plans to start teaching foreign language in preschool. Və bir plan da ondan ibarətdir ki, dil öyrənməyə məhz uşağın bağça yaşlarından başlanılmalıdır. Yəni uşağın bağça yaşından dil öyrənməyə başlaması plana daxildir. Bu formada davam edəcək. Digər tərəfə gəldikdə writing, deməli, yaxşı bir məktubu yazmaq üçün nələrə diqqət yetirmək lazımdır? Gəlin baxaq görək, bir məktubu yazan zaman daha aydın, açıq şəkildə yazmaq üçün nələrə diqqət yetirmək lazımdır? Birinci, clear subject line, yəni ilk növbədə mövzu aydın olmalıdır. Use a clear subject that show the purpose of your email. Aydın bir məqsəd seçmək lazımdır ki, sənin məktubunun əsl məqsədini göstərə bilsin. Polite greeting, nəzakətli şəkildə salamlaşmaq. Start your email with a polite greeting. Məktuba daha nəzakətli salamla başla. Use the recipient name if you know. Əgər qəbul edənin, yəni məktubu alanın adını bilirsənsə adını yaz. Adını yazan zamansa dear ifadəsindən istifadə edə bilərik. If you don't know it, əgər bilmirsənsə, bu zaman bu ifadələrdən dear sir, madam, bu kimi ifadələrdən istifadə edə bilərsən. Introduction, giriş hissəsi. Giriş hissəsinə gəldikdə isə briefly introduce yourself. Qısacası özünü təqdim edirsən. And mention why you are writing this mail. Və bu məktubu nə üçün yazdığını xatırladırsan. Daha sonra be specific, dəqiq ol. Bu hissədə isə clearly ask the question that you need to get answered. Cavabını almaq istədiyin sualı daha aydın şəkildə soruş. Digər tərəfə gəldikdə lazımsız informasiyaları daxil etmə. Və digər başlıqda polite tone, nəzakətli tonda remember to use please and thank you appropriately. Uyğun şəkildə təşəkkür edirəm, zəhmət olmazsa ifadələrindən də istifadə et. Yəni bunları da xatırla və son hissədə, bağlanış hissəsində isə
Deməli, have a polite closing such as best regards or thank you. Bağlanış hissəsində isə təşəkkür edirəm, xoş arzularla kimi ifadələrdən istifadə olunur. Yəni, paragrafı yazan zaman aşağıdakı detallara, yəni göstərilən bu detallara fikir vermək lazımdır. Məsələn, I hope this mail finds you well. Ümid edirəm ki, yaxşısınız. I'm Lala Mamadova. Mən Layla Məmmədovayam. Deməli, bir də salamlaşma özünü təqdim eləyir və nə üçün yazdığını deyəcəkdir. I'm writing to inquire about the language courses you offer my language school. Mən dil kursu haqqında məlumat almaq istəyirdim. I'm interested in Italian courses. İtalyan kursu haqqında maraqlanıram. And would appreciate it if you could provide with me detailed information regarding the following. Deməli, məktub haqqında birincisi, ən birinci, salamlaşma, nəzakətli şəkildə salamlaşdı, özünü təqdim etdi. Özünü təqdim edəndən sonra daha spesifik oldu. Bir spesifik hissəsinə bu daxildir. Hansı ki, o hissədə göstərir ki, spesifik olub nədən başlayacağını soruşur. Daha sonra fikirlərini yazdıqdan sonra ən sonda isə bağlanış hissəsində isə nədən istifadə... Baxın, orada qeyd edilmişdi, polite tone. Bu hissədə nədən istifadə edirik? Təşəkkür edirəm, zəhmət olmaz kimi ifadələrindən istifadə edir. Burada da yenə thank you for taking the time to provide me with necessary information. Təşəkkür edir. Ən sonunda bağlanış hissəsində də dedik ki, nədən istifadə edəcəyik? Burada verilmişdi. Thank you, best regards kimi ifadələrdən istifadə olunur. Ən axırda isə xoş arzularla Lala Mamadova. Bu formada istifadə ediləcəkdir. Digər hissəyə gəldikdə, polyglot eyni anda bir neçə dildə danışa bilən insan. A person who can speak or understand many different language. Wonder olacaqdır. Deməli, burada da bu ifadə. Wonder bilmək, istəmək, düşünmək və s. To think about something and try to decide what is true. Figure out, anlamaq, başa düşmək mənasını ifadə edəcəkdir. To, haradaydı bu? To understand, A variantı. 4. Having common, ümumi bir şeye sahib olmaq. To share interest, experiences or other characteristics with someone or something. Daha sonra, in small chunks, deməli, kiçik hissəciklərlə, yəni hansı bir böyük bir şeydir, onu kiçik hissələrə bölə-bölə nəyisə hissə etmək bu mənanı ifadə edəcəkdir. Breaking down a big task into smaller, böyük bir tapşırığı kiçik hissələrə ayıraraq nəyisə etmək, asan hala gətirmək və s. Patience-dəki səbir mənasını ifadə edəcəkdir. The ability to wait calmly bu formada istifadə olunur. Burada da səhvlər tapacağıq. Baxaq. Reading colorful storybooks, rəngarəng kitabları oxumaq çox xoşa gələndir. Enjoyable ifadəsi olacaqdır, çünki bizə adjective lazımdır. Enjoyable. And the words together create exciting adventures deyə ehtiyac yoxdur. Speaking a language fluently, əsas fiil means bir dildə səlis şəkildə danışmaq deyirsə əsas fiil. Əsasdırsa elba ilə geri dönüş edəcəyik. Learning about my family's roots, ailə köklərini öyrənmək. Root S bitişik yazılacaqdır. 4'e gəldikdə, a jungle adventure is fun. There are the monkeys, doğru. There are monkeys-ə ehtiyac yoxdur. Ümumi halda verdiksə, zero ifadəsindən sonra ümumiyyətlə Z-yə əksər hallarda ehtiyac olmaz. Çünki ümumi halda danışır. Meymunlar, rəngarəng quşlar və çoxlu ağaclar vardır. Ümumi məlumat verdiyinə görə Z-yə ehtiyac yoxdur. 5'e gəldikdə, when is the right time to start learning foreign language? Right ifadəsi özündən əvvələ Z qəbul edəcəkdir deyə bu da doğrudur. 6. Just like how food is essential for my body. Essential for ifadəsindən istifadə olunacaq. 7. Solving a puzzle with friends is like a team mission. Bu da doğrudur. 8. What is the best way? Üstünlük dərəcəsi Z ilə olacaqdır.
9. Being part of a school clubs, məktəb klubunun üzvü olmaq gives me, mənə aidiyyətlıq, məxsusluq hissi verdi. Doğru. Because all like same things. All like digər tərəfə gəldikdə isə all like the same thing olar. Same özündən əvvələcə qəbul edəcəkdir. Onda the internet ilə istifadə olunacaq. The internet has changed the way people look for homes. 11. The teacher provides us with the links of the interesting websites. Doğru. Bizi maraqlı web saytlarla təmin etdi. Web saytların linklərlə təmin etdi. Doğru, problem yoxdur. 12-də we were excited to try a new restaurant. Bir şey haqqında bir dəfə məlumat vermişik. İkinci dəfə məlumat verəndə Z ilə davam edəcək. 13. I was happy to see the policeman who nisbə vəzliyi özündən əvvələcə qəbul edib. Doğru. This is the last sentence. Last özündən əvvələcə qəbul edir. Bu da doğru. Hər biri doğrudur. Bu qədər. Ümid edirəm faydalı olar. Sağ olun.